Ümumiyyətlə, bilirsən məsələ necədir Ahmet? Azərbaycan futbolunda əvvəlki illərdə Qarabağın çempionluğu olsun, Neftçinin çempionluğu olsun, Bakının çempionluğu olsun, bütün çempionluqlarda söz-söhbətlər olub, iddialar olub, bütün klublara qarşı iddialar olub, hakim səhvləri olub, hakim bəlkə qərəzi də olub. Bu mövsüm tam fərqlidir. Nədən? Yəni bu mövsüm Zirə də hakimiyyətdən şikayət eləyə bilər. Turan da şikayət eləyə bilər, nə bilim Qarabağ da şikayət eləyə bilər. Şikayət eləyən hər klubun qabağına əks arqument qoya biləcəyimiz faktlar, nümunələr var ki, sənin də lehinə qərarlar verilib, əleyhinə qərarlar verilib. Bu mövsüm Neftçi yeganə komandadır ki, mən bayaqda qeyd etdim, lehinə heç bir qərar verilməyib. Bu oyunda faktiki olaraq bu oyunu kənara çıxaq. İlk turlardan başlayaraq Neftçiyə qarşı bu qərarlar, yanlış qərarlar verilir. İlk 8 turda Neftçinin bəyanatı yaymışdı. İlk 8 turun 5-də Neftçinin əleyhinə verilən kobud hakim qərarları var. Bu nə deməkdir? Həmin 5 oyundan yalnız birində Neftçi qələbə qazanıb. Zirə ilə 2-2, Araz Naxçıvanla 2-2, Sabahla 0-0 və Turan Tovuza məğlubiyyət. Bu 4 oyunda düşün ki, hakim səhvləri olmasa, Neftçi qazanacağı hallarla bugün çempionluq uğruna mübarizə apara bilərdi. Zirədə verilən hakim qərarları. Hər kəs bir epizodda ilişib qalır. Digər epizodlar var. Matias var, qırmızı verilməlidir, verilmir. Abbaqara qarşı qayda pozuntusu var, verilmir. Və son dəqiqədə baş verən hadisələrin fonunda qalmaqal düşür, Yuri Verinduk qırmızı vərəq alır, Breno qırmızı vərəq alır və bu oyunun təkcə itirilən 2 xal deyil. Bu oyunda verilən qərarlar qarşıdakı oyunlara təsir eləyir. Neftçi Qarabağlı oyuna qarşıdan 2 vacib oyun gəlir. Məşqçilər korpusu yerində olmayacaq, Yuri Verinduk yerində olmayacaq. Breno futbolçusunun xidmətindən məhrum olacaq. Yəni bu da sonda ciddi skandala gətirib çıxarır. Və ümumi olaraq nəyi deyirəm? Neftçiyə qarşı olan bu hakim qərarları heç kim məni qınamasın. Hakimlərlə bağlı çox iddialar səsləndirə bilərəm. Amma əlimdə əsaslar olmalıdır, faktlar olmalıdır ki, o iddiaları səsləndirə bilim. Yəni əksəriyyəti bəlkə də məhkəmə predimenti olacaq. Ona görə də səsləndirə bilmirsən. Amma mən bir azarkeşin dili ilə danışası olsam, özümü bir azarkeşin yerinə qoyası olsam, kənardan baxaraq bu qərarlara reaksiya verərək bildirərəm ki, açıq-aydın Neftçiyə qarşı bir plan qurulub, Neftçiyə qarşı hansısa oyunlar gedir. Məqsəd yalnız Neftçini Avrokuboklardan kənarda qoymaqdır. Neftçini Avrokuboklardan uzaq tutmaqdır. Neftçi bugün oyunu ilə, ortaya qoyduğu nəticələrlə biz real danışmalıyıq ki, Avrokubokları haqq eləyir. Rahat ilk dörtlükdə ola biləcək, ilk üçlükdə ola biləcək komandadır. Əvvəlki illərdə Neftçini bəlkə də məndən çox tənqid eləyən olmayıb. Məşqçi təyinatlarına görə, futbolçu seçimlərinə görə, rəhbər qərarlarına görə məndən çox tənqid eləyən olmayıb. Amma bu günləri məsələ nədir? Bugün açıq danışaq. Neftçi rəhbərliyi Samir Abbasovu gətirdi. Mənə görə düzgün qərar idi. Komandanın sonuncu çempion eləyən Məşqçi idi. Heyət sıfırdan yığıldı. Bu yaxınlarda mətbuata da açıqlaması var idi. Razılaşmadığım fikirləri də var təbii ki, amma həqiqət dolu fikirlərdə kifayət qədər çox idi Samir Abbasovun. Hakim qərarları Samir Abbasovun istefasını şərtləndirən amillərdən biri oldu. Yəni mən də razıyam səninlə. Özünün yanlış qərarları oldu, yanlış seçimləri oldu. Bunu zaman-zaman demişik. Samir Abbasovda da günah az değildi. İtirilən xallarda inişli var. Amma gəl etiraf eləyək ki, bu itirilən xallardan, məsəl üçün, Samir Abbasovun daha 2 qələbəsi olsaydı, Samir Abbasov postunda qalmışdı. Sabahla oyunda açıq-aşkar penalti verilmir, oyun 0-0 qutarır. Turan Tovuzla oyunda Ribeiro'ya yersiz qırmızı vərəqə verilir. 2 penalti verilmir Turan Tovuzun qapısına. Neftçi 1-0 məğlub olur. Hətta 10 nəfərlə qalanda belə hər kəs açsın YouTube platformasında baxa bilər oyuna. Neftçi kifayət qədər üstün futbol oynayırdı. Olsun Araz Naxçıvanın oyunda, həmin Zirə ilə oyunda Samir Abbasovun dönəmində komanda 2-1 budur, son dəqiqələr gedir. VAR-a çağırılır baş hakim Kamal Umudlu və Zirənin qapısına penalti verir. Olmayan görüntüyə baxıb Zirənin, daha doğrusu Neftçinin qapısına penalti verir və bərabərliyi Neftçi vacib 2 xal etdirir. Ümumiyyətlə VAR ondan ötürüdür ki, aydın epizodlar üçün baş hakimi çağırsın VAR-a. Baxırsan ki, Kamal Umudlu kobud səhvə yol verib, 100%lıq səhvə yol verib, çağırırsan VAR-a. Görüntü yoxdur, VAR-a çağırırsan və Neftçinin qapısına penalti verirsən, Neftçi 2 xalından olur. Bunlar kifayət qədər açıq detallardır və bu epizodlara mən yenə deyirəm, əvvəlki Sözüm Var platformasında da mən bunları qeyd etmişdim. Biz 50-50 olan epizodlardan danışmırıq, Ahmet. 70-in 30 olan epizodlardan danışmırıq. Bu saydığımız epizodlar, Nizat, mümkünsə elə o epizodlar da gəlsin ekrana, dəyərli izləyicilərimiz də təkrar görsünlər. Kanala. Kifayət qədər 100%lıq hakim səhvlərini özündə ehtiva edən epizodlardır bunlar.
Hakim səhvlərdir, hakim qərarlardır. Və bu qərarlara mən bir neftçi azarkeşi olaraq, tutaq ki, neftçi azarkeşinin yerinə qoyuram özümü, neftçi azarkeşinin gözü ilə baxıram, neftçi azarkeşinin dili ilə danışıram, deyirəm ki, açıq-aşkar bunu çəkinmədən deyirəm, neftçiyə qarşı qurulan bir plan var, neftçiyə qarşı hansısa qara qüvvələr iş aparırlar, hər birinə ayıb olsun deyirəm. Bu məhdçilər korpusunun, bu futbolçuların əməyi yerə vurulur. Rəhbərliyin əməyi yerə vurulur. İllərlə bu komanda əziyyət çəkir. Artıq neftçi azarkeşləri də hər şeyə görür. Artıq nə məhdçi tənqid olunur, nə futbolçu tənqid olunur, nə rəhbərlik tənqid olunur. Hər biri açıq-aydın görürlər ki, neftçinin qarşısında mübarizə aparan qüvvə rəqibləri yox, hakimlərdir. Bu reallıqdır.